Salam uşaqlar, bu videoda mövzumuz 6-cı sinif BSG böyük summativ qiymətləndirmə nümunəsi 1. Bəli, keçək testdən. Last week deməli, keçən il deməkdir, keçmiş sadə zamandır və bu variantlarda had keçmiş sadə zamanda işlənib. Did you interesting photos on your holiday? Did işlənən yerdə biz feili sadə formada, məstər formada götürəcəyik. Took keçmişdir, taked belə bir feil yoxdur, taken isə feil sifət bir formasıdır. In the world, dünyada, uşaqlar bu cür ifadələrdə yer bildirən, məkan bildirən sözlər olan yerdə əsasən sifətin üstünlük dərəcəsi işlənir və üstünlük dərəcəsində də the artiklı verilir. Choose a correct question. Düzgün sual seçin. I was shocked because he didn't help me. O mənə kömək etmədiyi üçün mən şok oldum, təəccüb elədim. Səbəb budaq cümləsidir və bunun sualı why ilə veriləcək. Nə üçün? Why was I shocked? We chose the best present for our mother. Biz anamız üçün ən yaxşı hədiyyəni seçdik. Gəlin sintaktik təhlil edək. Bilək ki, the best present nə deməkdir? Sonra sualını verək. We mübtəda, chose xəbər, the best present tamamlıq, hədiyyə deməkdir və sualı necə olacaq? Nə? Tamamlığa sual veriləndə, uşaqlar, xüsusi sual cümləsinin keçmiş sadə zamanda quruluşu nə cürdür? Sual sözü, did, sonra mübtəda və feilin məstər forması. What did we choose for our mother? Anamız üçün nə seçdik? C variantında isə nədir problem? Chose feili keçmiş zamanda işlənib choose olmalıydı. Choose. D variantında isə belə olmaz. Tamamlığa sual veriləndə mübtədadan başqa qalan bütün cümlə üzvlərinə sual verilərkən mütləq köməkçi feillərdən istifadə olunur. Yəni do, does, did. Bunlardan istifadə olunur. He lost his phone. Telefonunu itirib, ona görə də so he is sad. Üzgündür. Happy olmaz, mənaca. Bored sıxılır. Yox, canı sıxılmaq nəsə darıxdırıcı bir şey olanda canı sıxılır. Excited də ilə xoşbəxtin sinonimidir, olmaz. Jenny and her team won the volleyball match and they... Jenny və komandası voleybol maçını qazandı və onlar dost oldular, mənaca uyğun deyil. Called for help, kömək çağırdılar, xeyir. Priz qazandılar, mükafat qazandılar. Made fire olmaz. The dog loudly, I was frightened. It möhkəmdən hürdü. The family lay the table-in keçmişi, lay-in keçmişi laid-dir. Lazy sözünün antonimi hardworking. Düzgün sifət istəyir. The English language is as. As-in arasında həmişə sadə formada, adi formada sifət işlənir. Düzgün deməli sırada. Uşaqlar sual cümləsidir və cümləyə baxırıq ki, sual sözü varmı, yoxmu? Baxırıq ki, sual sözü yoxdur. Sual sözü olsaydı, cümlə sual sözü ilə başlayardı. Yoxdur. Mən köməkçi feilindən başlayır. Did. Sonra gəlməlidir. Mübtəda did you. Sonra fail, play with your friends. Sən dostlarınla oynadın. Passive forms of the verbs in brackets. Keçmiş sadə formanı istəyir. Traveled. Stayed. Cümləni deyir, bunlardan biri ilə birləşdirin. Mən
ardıcıl hərəkətlərdir uşaqlar. I baked a cake ardıcıl hərəkətləri birləşdirir isə and ilə birləşdirəcəyik. And prepared həmcins sözlər olduğuna görə bunlar. Daha burada mübtədanı təkrar işlətməyə ehtiyac yoxdur. Verə bilərsiniz, səhv deyil, amma verməyə də bilərsiniz. I baked a cake and prepared pasta. Makes the sentences negative. Cümləni inkarda işlədir. Cümlələri deyil, amma bir dənə cümlə verib. Nigar inkarda necə olacaq? Keçmiş sadə zamanda didn't. Mübtədadan sonra və salam. Və feil özü də feilin sondakı idi atılır. Show the way to the tourists. Christopher Columbus was born in Italy in 1451. First he sailed 1451-ci ildə İtaliyada dünyaya gəlib Kolumb. First he sailed to the Atlantic Ocean in 1476. 1476-cı ildə ilk dəfə Atlantik okeanına üzüb. Yəni sail uşaqlar qayıq ilə, gəmi ilə üzməkdir. Amma swim insanın özünün üzməsi. He nearly lost his life because pirates attacked his ship and burned his ship. O demək olar ki, həyatını itirəcəkdi, çünki piratlar, korsanlar onun gəmisinə hücum edib yandırdılar. Columbus swam to Portugal, artıq burada özü üzüb. Gəmisiz özü üzüb. Swim feilinin keçmişidir. Portugal and began to live there. O Portugaliyaya üzdü və orada yaşamaya başladı. Columbus wanted to find a way to India. O Hindistana yol tapmaq istəyirdi. Unlikely he had no money. Amma onun pulu yox idi, təəssüf ki. The king of Portugal didn't give him the money, so he asked the king of Spain. Portugaliyanın kralı ona pul vermədi, ona görə də o İspaniya kralından pul istədi. He gave him the money for the trip in 1491. O ona pulu 1492-ci ildə verdi. He had 3 ships. Onun 3 dənə gəmisi var idi. The trip was hard. Men wanted to go back. Səyahət çətin oldu, çətin idi və adamlar qayıtmaq istəyirdi, geri qayıtmaq. Finally, he found the land. O nəhayət bir yer tapdı, but it wasn't India. Amma ora India deyildi, Hindistan deyildi. It was North America. Ora Şimali Amerika idi. Christopher Columbus was born in Portugal. Portugaliyada dünyaya gəlib, xeyr, İtaliyada. Columbus wanted to find a way to America. O Amerikaya yol tapmaq istəyirdi. No. O Hindistana istəyirdi. The king of Portugal gave him the money. Portugaliyanın kralı ona pul verdi. Xeyr. What is the text mainly about? The Atlantic Ocean. Atlantika okeanı haqqındadır. Xeyr. Əsasən Christopher Columbus haqqındadır. Which word does the underlined pronoun it replace? It hansı söz əvəz edir? Uşaqlar baxın. Özündən əvvəlki cümlədə it təkdə olduğuna görə təkdə olan isim axtarırıq və land. Land. Which information can't we find in the text? Mətndə hansı informasiyanı tapa bilmərik? The pirates were French. Fransız idilər. Yəni belə bir məlumat yox idi. There were 56 people in his ship. Gəmisində 56 nəfər var idi. Xeyr, belə bir məlumat yoxdur. He found America. Bəli, Amerikanı tapmışdı. Deməli, cavab 1-2 variantı. Pirates attacked the ship and burned. Onu yandırdılar. Onu yandırdılar.
gəmiyə hücum edib gəmini yandırırlar. Все, bu qədər uşaqlar. Kanala abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın. Sağ olun.